2026-cı il Azərbaycan tarixində çox möhtəşəm bir hadisələrin qeyd olunduğu ildir. O cümlədən Bakı Türkoloji Qurultayının, ona Bakı Qurultayı da deyirlər, 100 illiyi. Bu qurultayda nə oldu, nələr baş verdi, bunun təfsilatına varmaq istəmirəm. Ancaq bu qurultay hər bir Azərbaycan vətəndaşı üçün bir ibrətdir, bir ibrət məktəbidir. Çünki imperiyalar bir milləti işğal etmək üçün öncə onun coğrafiyasından, məkanından, vətənindən öncə onların təfəkkürlərini, onların idrakını işğal edir. Və bu da bu qurultay, Türkoloji Qurultay, Sovet Bolşevizm imperiyası belə canlı yanırdımı türklər üçün? Onlar üçün bir Türkoloji Qurultay düzənləsin, qurultay təşkil etsin. Xeyr, nəticə məlum oldu ki, illər sonra bunlar düşünürləri, millətin aydınlarını, millətə mayak ola biləcək, millətə yol göstərə biləcək alimləri, elm adamlarını təsbit etmək, onları bir yerə toplamaq və sonradan, necə deyərlər, hamısını birdən qətl etmək, üzmək və milləti aydınsız, nursuz, başsız qoymaq məqsədi imiş. Və bu günləri biz bunun 100 illiyini qeyd edirik. Ancaq bu ibrətləri yaşada bilirikmi? Və bugün də hər zaman bizim başımıza birinci Türkoloji Qurultayının nəticələri gələ bilər. Ona görə də biz hər birimiz öz yerimizdə, öz mövqeyimizdə, öz mövkimizdə tam ayıq-sayıq olmalıyıq. Bundan sonra da prioritetləri elə müəyyənləşdirməliyik ki, artıq başqa bir millət, başqa birilərinə yem olmasın. Onun üçün bir olmaq, diri olmaq, həmişə ayaqda olmaq, istər dini, istər milli kontekstdə birliyi təmin etmək, buna nail olmaq gərəkdir. Bugün də bizim elmimizə, təhsilimizə yad intonasiyalar, yad barmaqlar daxil olmaqdadır. Ancaq biz bir milli görüşçü olaraq həmişə milli elmi, milli dəyanəti təbliğ etməliyik. Bunun uğrunda mübarizə aparmalıyıq. Nicatımız bundadır.